Muradı futbola getirdim. Özüm isə burada yürüyüş eləyirəm. Görün bir saat ərzində nə qədər gəzə biləcəm. Səhər tezdən saat 9-dur. Hava gözəldir, sakitdir. Yürüyüş eləyim. Ondan sonra başlayayım günümə. 1 qram külək yoxdur. Hava çox qəşəngdir. Nəysə mən yürüyüşümü eləyim. Sonra günümüzə birlikdə başlayaq. Muradla gəldik idmandan. Sup hazırlayıram burada. Şaşamada supum. Deməli, axşamdan lobyanı istağa qoymuşdum və qəşəng şişdi səhər və pişirdim. Evdən çıxmamışdan qabaq qəşəng bunu pişirdim. Bir hissəni qoydum artıq paketə. Oca bu pişib. Prosta istidir, qoy soyusun, sonra buzluğa qoyacağam. O biri hissəni isə burada saxladım qazanda. Sup hazırlayacağam. İndi kartoşkanı da soyacağam, içinə əlavə eləyərəm. Ayrı soğan qızardacağam, pomidorla belə də. Hamısını qəşəng qızardacağam, üzərinə əlavə eləyəcəm. Bunu qəşəng blenderla üstündən keçəcəm. Olacaq belə sup püre. Və bu olacaq bizim qəşəng şaşamada supum. Manatlıq mağazinə getmişdim və bu dipçəkdən yenə aldım. 1 manata idi. Niyə aldım? Çünki çatmadı. Məndə bir dənə də gül qaldı. Hansını ki, bura əkmək lazımdır. Ona görə aldım. İkisi qoy qalsın zapasda. Çünki bunlar həmişə tez-tez yoxa çıxırlar satışda. Və ona görə ikisi zapasa qoyacağam. Birini isə gülü bura əkəcəm. Əslində istəyirdim ki, belə bir formada olsun. Belə güldan istəyirdim. Dipçək daha doğrusu. Amma yox idi. Bunlardan var idi. Bir də korичневый rəngdə, sarı, nə bilim belə də. Mən istəmədim. Başqa rəngdə. Dedim, ağ olsun. Və bu risonkada. Eybi yox, heç nə olmaz. Buna əkəcəm gülümü. Bunları qoyacağım zapasa. Buna əkəcəm. Və belə bir şey götürmüşəm. Yəqin ki, hamınız, yəqin ki, yox, 100% hamı bunu işlədir. Mən də işlədirəm. Məndə bitmişdi və birini də aldım. Elə bildim bu biraz yekə olacaq. Mən də çünki ondan qabaq almışdım, balacaydı. Amma yox, bu da eyni razmerdədir belə balaca. Amma yaxşı şeydir də. Misal üçün, yemək saatı qalanda qabın içinə qoyuram tarelkaya və üstünü belə bağlayırsan bu paketlərlə və soyuducuda iyi zad gəlmir. Belə. Manatlıq mağazində. Hər şey 1 manatlıqda. Bunu bilirsiniz də, Sədərəkdə 2 manat 50 qəpiyə satırdılar. Biabırçı. 1 manatlıq mağazin 1 manata satır bunu. Bu da mənim ən aktiv abunəçim. Mənim videomu görən kimi həmən dəqiqə başının altına paduşka qoyur, uzanır və axıra kimi mənim bütün videolarıma baxır. Arada mənim videomu özünü görür və ona görə maraqla baxır. Və gəlin sizə bizim inkubatorun nəticəsini göstərim. Bu bildirçinlərdir. Amma çox heyif ki, bunlar qalmadı. Çünki istilik dərəcəsini lazımlı qədər saxlaya bilmədik. Gərək həmən aparatın içinə də termometr qoyasan ki, həmişə 1 dərəcə olsun. Amma bizdə elə olmadı. Biz fikirləşdik ki, orada isti olacaq. Yəni həmən o yuvanın içində isti olacaq. Amma elə olmadı və bildirçinlər üşüyürdü deyə qalmadılar. Bir tanışım var, o Muradla belə bir gülləri göndərdim. Fiyalka gülüdür bu. Burada bir neçə rəng var. Deyəsə 3 rəngdir burada. Birini gətirdi, belə qoymuşdu klokun içinə. Qalanı isə bilmirəm hansı rənglərdir, amma çox qəşəngdir hamısı. Bilir ki, mən gülləri çox sevirəm deyə və ona görə mənim üçün belə fiyalka gülləri də Muradla göndərdi. Mən də bunu sulun içinə qoymuşam ki, kök atsın. Kök atandan sonra sizlə birlikdə bunu əkəcəyik torpağa. Məndə artıq şaşamadı, hazırdır. Blenderla axırıncı etapı elədim. Oldu belə krem sup. Üzərinə quru göyərti və salam. Yeməyimiz hazırdır. Qoy soyusun. Sonra uşaqları yedizdirmək olar. Axır vaxtları evdə iş bitən kimi qaçıram aşağı. Çünki havalar uca istidir. Arada küləklər olur, amma artıq isti küləklərdir.
İndi toyuqlarıma kombikorum verirəm, çörəklə qarışdırıram, suda hamısını yaxşıca qarışdırıram. Arada içinə buğda da atıram, hamısı bir yerdə belə qarışdırıb onlara verirəm. Arada da həvəs olmayanda bunların hamısını qarışdırmağa elə belə buğdanı götürürəm və buğda verirəm, onlar yeyirlər. Çöldə bizdə qəşəng ot çıxıb, bu qədər yağışdan sonra qəşəng belə yağlı ot çıxıb, onları da arada yığıram və aparıram toyuqlarıma. Bilmirəm sizə demişdim yoxsa yox. Pomidor ştili bizə vermişdilər. Bir nəfər var, ondan parnikdir. Qəşəng pomidorlar yetişdirir orada və yoldaşıma bir neçə dənə belə ştil verdi. Dedi ki, aparıb öz həyətində əkərsən. Mən də bunları birinci mərtəbədə saxlayırdım. Sonra isə fikirləşdim, artıq havalar yaxşıdır, gün çıxıb. Arada soyuq olur, küləklər daha doğrusu olur. Amma qoy ştil də öyrəşsin bizim bu Bakı küləyinə və gətirdim bunları elə burada əkdim. Güllərin yanında əkmişəm, çünki burada toyuqlarım gəzmir. Əslində istəyirdim bağda əkim, ağacların altında, orada da sulayanda elə orada böyüsünlər. Amma orada yayda buraxıram toyuqlarımı və onlar pomidoru yox eləyəcəklər. Ona görə dedim bu tərəfdə əkim ki, burada toyuqlarım gəzmir. Ştillərin üstündə artıq güllər çıxmışdı və inşallah ki, burada pis olmazlar, solmaz. Daha doğrusu mənim bu ştilim. Çünki isti yerdən sonra soyuq yerə çıxardırsan, bir də baxırsan onlar solurlar, başlarını qoyurlar və ona görə biraz narahatam. Burada popcorn hazırlayıram. Uşaqlarım, Murad futbola gedir. Bugün Qarabağ oynayır. Ataşka ilə birlikdə gedirlər futbola baxmağa. Mən də ona popcorn hazırlayıram. Deməli, necə eləyirəm? Qazanın içinə duru yağ əlavə elədim. Sonra belə popcorn. Lap çox eləmək lazım deyil. Çünki o partlayır, şişir və çox olur. Belə. Bu qədər elədim. İndi isə duz əlavə eləyək. Mən karamellə də eləmişdim, şirin popcorn da eləmişəm. Heç birini uşaqlar bəyənmirlər, ancaq belə klassik popcorn xoşlayırlar. Ona görə mən belə eləyirəm, duzdur. Belə, bu təmiz qızana qədər belə qarışdırıram ki, yanmasın. Uca biri partlamağa başlayanda qapağını mütləq bağlamaq lazımdır ki, bura bütün hər yer dağılmasın. Yoxsa bütün popcorn mətbəxdə olacaq. Qapağımızı götürək ki, vaxtında bağlaya bilək. Bizim təsərrüfatın gedişatı göstərim. Deməli, bizdə çox heyif ki, bircə dənə bildirçin qaldı, qalanlar isə öldülər. Çünki istiliyi düzəməlli saxlaya bilmədik. Gah qalxırdı, gah düşürdü və ona görə
Ona görə bir istiliyi alınmadı bizdə. Sonra isə yoldaşım getdi belə bir ventilyator aldı. Stabilizator kimi bir şey var. Dərəcəni həmişə stabil saxlayır. Belə bir aparatlar aldı, qoşdum və indi çox şükürlər ki bir dənə bildirçin qaldı. Bir də cücələr çıxıblar. Görün, bildirçinlə cücənin arasında nə qədər fərq var. Cücə necə də böyükdür, bildirçin bak balacadır. Bildirçin ən birinci çıxmışdı özü bu arada, baxın necə fərq eləyir. Bildirçin bizdə maşallah zirəkdir, cücəni didir. Baxmayaraq ki cücə ondan yekədir, yekə görsənir. Amma cücələr ondan qorxurlar. Görürsünüz, aralarına girir, çıxır, fırlanır özü üçün. Belə. İnşallah ki bundan sonra hamısı sağlam qalacaq. Suyu dərman tökürük suya, tetratsiklin dərmanı qatırıq. Bir dənə sarı qoyuruq bura, yumurtanın sarısı və salam. Belə inşallah ki bunlar salamat qalarlar. Şu bağladıq. Bir də o bir aparatımızda vəziyyət belədir. Necə nəmişlik görsənir də. Düy yaşdı, çünki orada o biri cücələr də çıxırlar. Bugün bizim cücələr çıxmalıdır. Belə. Gözləmədəyik. Orada çatlayan yumurtalar da var. Sadəcə aça bilmirəm, çünki Elnur indi nəmişlik elədi və ona görə açsam sразу nəmişlik itəcək. Mam, sən deyirdin bu stabilizatordur. Ha, stabilizatordur bunun adı. Söyləyirəm, bağla bunu. Termostat. Ha, termostat. Hə, dərəcəni həmişə bir saxlayır. Görürsüz, indicə söndü, təzədən yandı, çünki buranı biz açmışdıq. 35.9. 7. Ha, 9 olmalı. 9 olsun və işıq sönəcək. Yox, yanacaq. Sonra 40-a qədər gedir. Bakın, olur, aşağı düşür. Nəysə, belə. İki cür yemək hazırladım. Kartoşka qızartdım və qreçka elədim. Yanlarında da kotlet olacaq. Mənim istirahət vaxtlarım başladı. Mən getdim istirahət eləməyə. Elə burada sizinlə sağollaşıram. Ümid edirəm ki, sonuna kimi baxmısınız. Mütləq kanalıma dəstək olmaq üçün like eləyin, abunə olun. Mən isə hər birinizə can sağlığı arzulayıram. Növbəti vlogda inşallah görüşərik. Hələlik.